Qumar oynamaq böyük günahlardandır və bəs yerə deyildir ki, Allah Teala Quran-ı Kərimin ayələrinin birində göstərmişdir ki, qumar oynamaq şeytan işidir. İslamda qumar oynamaq ona görə haram sayılmışdır ki, o insanın mülkiyyətinin korlanmasına, mülkiyyətin əldən çıxmasına, insanın müflis olmasına gətirib çıxarır. Çünki dinin əsas məqsədlərindən biri insanın mülkiyyətini qorumaqdır. Lakin qumar isə bu mülkiyyəti məhv edir. Onu bir gecənin içərisində insanın əlindən alır. Ona görə də Quran-ı Kərimdə fal oxları, daha sonra qumar oynamaq, bunlar hamısı haram əməllərdən sayılmışdır. Və üstəlik qeyd olunur ki, ancaq şeytana uyanlar belə işlə məşğul ola bilərlər. Mülkiyyət hüququ qumar oynamaq zamanı tapdalandığı üçün İslam dini də insanın mülkiyyətinin qorunmasına böyük əhəmiyyət verdiyindən qumar birmənalı şəkildə qadağan olunmuşdur və böyük günahlardan hesab olunur.